mövzusunu müzakirə edirik bu dəqiqə. Mən atasız qızım, elə özüm atasız qızamdır. Mən demək istədiyimi çalışdım, başa salım. Amma yenə də məni eşidən yox idi. Hamı köklənmişdi ki, yox, sən elə demək istəyirsən. Çatdırmağa çalışır. Bəs mən öncə atasız qızlara o qədər dəstək olmağım, çıxışlarım, rayonlarda konferanslarım, atasız qızları seçib təhsil vermələrim və bunlardan niyə heç kəs danışmadı? Ona görə birinci sən dedin, qalmaqal isə. Bizim cəmiyyətimiz sevir, xoşlayır ki, hamıya şamil deyil. Xoşlayır ki, birinin bir nöqsanını tapsın. Yıxılanı tapdalar. Yıxıldısa, həmən o balta kənarda hazırdır, dayanıb. Dost dosta hazırdır. Bəziləri hamıya şamil deyil. Dost dosta, sevgili, nə bilim, sevgiliyə, ata balaya, ana qardaş qır, bilmirsən də, yəni o balta hər zaman hazırda bu sağda dayanır. Sən nə badə büdrüyəsən, o balta həmən sənin ulğumundan kəsiləcək. Qalmaq, yəni bu mən onu anladım. Çünki məni yadlar yandırmırdı, nəinki mən. Hətta mənim şirkətim, Aysel, sən tanıyırsan da şirkəti. Şirkətdə mən yəni işə götürəndə bəzi hallarda mən sırf üstünlük verirdim ki, atasız qızlar olsun əvvəl. Mən sosial şəbəkəni izləyirdim bu qalmaqal yarananda atasız qızlara dair və görürdüm ki, bu mənim haqqımda çıxan xəbərləri bəyənənlər atasızsan deyə istəyirəm sənə bir gələcək verim, evinə çörək apar dediyim adamlar idi. Və mən sadəcə işdə getdim, oturdum otaqda və qışqıraraq, bağıraraq, ağlayaraq mən bu həyatın ikinci yüzünü gördüm və o gün mən ikinci dəfə doğuldum. İndi heç kəsə inanmıram. İndi mənim qarşımda mələk dayansın, deyirəm, yox, mən bilirəm, sabah sənin vaxtın var, sən mənə zərbə vuracaqsan, ona görə həmən özümü o belə qorumaya alıram. Çünki o dönəm məni öldürdü və yenidən diriltdi. Vay vay.